Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 13-cü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən martın 13-də imsaq vaxtı 05:30-da, iftar vaxtı isə 19:00-dadır. İmsaq duası. İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə. Qəza və qədərə uyğun bugün baş verən hadisələrdə məni səbirli et. Bugün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et. Yardımına and verirəm. Ey çarəsizlərin gözünün işığı. Amin. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Amin. Allah orucunuzu qəbul etsin. Amin.